Yenə də tikinti şirkəti və sakinlər arasında yaşanan problemdən danışacağıq. Bu dəfə paytaxtın Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində Qarayev rezident tərəfindən sökülməsi nəzərdə tutulan binaların söküntüsü gecikdiyi üçün sakinlər kirayə mənzillərdə uzun müddət yaşamalarından şikayətçidirlər. Bu dəfə şikayət olunan tərəf də sakindir, şikayət edənlərdir. Neçə nəfərə görə biz kirayelərdə qalmaq istəmirik. Vaxtında ev tikilsin, bizə təhvil verilsin. Bir ildir köçmüşük, yanvardan, il yarımdır. Bizi bax, həmin o adamlar icazə vermirlər ki, bizim evlərimiz sökülsün. Bu binalar qəzalı vəziyyətdə olduğuna görə həm sökülməsi üçün ekspertiza rəyi var, həm də 4 binanın 130 yaxın ailəsi aylardır ki, kirayə mənzillərdə yaşayırlar. Bu müddət ərzində tikinti şirkət tərəfindən ilkin mərhələdə 4 bina tikilməli idi. Ümid edirik ki, o 1-2 nəfərlə də razılaşmamız qısa müddətdə əldə olunacaqdır. Layihəyə əsasən mənzil sahibləri gələcəkdə burada tikiləcək yaşayış kompleksində 20% artıq olmaqla yeni təmirli mənzillərlə təmin ediləcək. Köçürülən ailələrin mənzillərinin söküntüsünə ötən il başlanmalı idi. Ancaq bu günə qədər hələ də binaların söküntüsü gecikir. Səbəb isə 129 ailədən ikisinin qarşı tərəflə razılığa gələ bilməməsidir. Hansı ki, sakinlərlə qarşılıqlı müqavilə 24 aylıq bağlanmışdı. Hansı ki, 1 il, 2 ay, 1 il, 3 aydır ki, hələ də müqavilə şərtləri yerinə yetirilmir. Yəni binaların söküntüsü bu ərazidə, binaların tikintisi hələ ki gecikir. Bugünə kimi şirkətlə razılaşaraq kirayə mənzillərə çıxarılan ailələrdən fərqli olaraq bir neçə mənzil sahibi şirkətin onlara təklif etdiyi heç bir variantla razılaşmır. Bu 2-3 adam var ki, böyük məbləğlər istəyirlər, çıxmırlar, narazılıq edirlər, uzadırlar vaxtımızı, imkan vermirlər ki, bizim evlər sökülsün, tikilsin. Onlara görə biz də qalırıq. Hə, qalırıq. Biz kirayədə qalırıq da, verirlər kiraya qalırıq. Belə 2 illik bağlanmışdı, yəni bizim hüquqlarımız da pozulur burada. Deyirlər ki, bir neçə ailənin MTK ilə razılığa gələ bilməməsi onların vaxtında öz mənzillərinə köçməsi prosesini gecikdirir. 20% alıb çıxmışıq. Hə, bizim ondan nəyimiz əksikdir ki? Yox, qanun var, qayda var. Anacı ixtiyarı yoxdur axı bu qədər sakini saxlasın, düz demirəm. Xahiş eləyərdim ki, bunlar razılaşsınlar, çıxsınlar ki, söküntü aparılsın, evimiz tikilsin, köçək. Şirkətə razılığa gəlmək istəməyən ailələrdən biri ilə əlaqə saxladıq, lakin mövqe öyrənə bilmədik. Tikinti şirkətinin əməkdaşısa razılaşmayan sakinlərin onlardan fantastik məbləğdə pul və dəfələrlə artıq kvadratda mənzil tələb etdiyini deyir. Onların məsəl üçün mənzili tutalım ki, 50 kvadratdır, 70 kvadratdır. Bunların tələbi 50 kvadrata, 70 kvadrata, istəkləri 200 kvadratdır, 250 kvadratdır. Çox istəyirlər kvadrat olaraq, məbləğ olaraq. Ona görə də belə gelişmələr olur. 500 min, 800 min, belə bir məbləğlər tələb qoyurlar. Biz isə deyirik ki, yəni bu heç cür məqsədə uyğun deyil. Bazar qiyməti deyək ki, əlavə 20% kvadratın üstündə neçə kvadratdırsa, əlavə 20%-ni verir. Bizim təkliflərimiz, məsəl üçün 2 otaqlı mənzilə, 3 otaqlı tam təmirli mənzildir. Qeyd edək ki, hazırda tərəflər arasında məhkəmə prosesi davam edir. Rəşad Vəkiloğlu, Rəşad